Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Xoş gördük sizi əziz dinləyicilər. Ədəbiyyat aləmi hələ də kəşf olunmamış bir sehirdir. Bu dünyadan neçə qələm adamı keçdi. Onların yazdığı əsl ədəbi nümunələr isə yaddaşlarda qalıb, onları ölümsüz etdi. İnsan yaddaşına həkk olunmuş ədəbi nümunələr müəllifi yaşatmağa davam edir. Onu ölümsüzləşdirir. Cismi ilə dünyadan köçən bir çox yazıcı və şairlər var ki, biz onları yazdıqları ilə xatırlayırıq. Bəli, bu dünyadan nakam gedən və hələ yazmaq istədiklərini yaddaşında, zehnində özü ilə aparan, hələ də öz istedadını amansız ölümün pəncəsindən qurtula bilməyib, oxucusuna lazımınca çatdıra bilməyənlər. Bugün öz qısa ömründə həyata bir ismaric belə ötürə bilən, yaradıcılıq günəşini bu dünyada qoyub gedən yazıçılarımızı anırıq. Ədəbi yaddaş. Ədəbi yaddaş rubrikamızda mərhum yazıcımız Pərviz Yusifi yada salacağıq. O ömrünün 35 ilini yaşadı. Yalnız hələ də indiki müasir yazıçıların və oxucuların sevərək oxuduğu, unutmadığı bir yazıcıdır. Pərviz Yusif 1976-cı ilin aprel ayının 28-də Zaqatalanın Muxaq kəndində anadan olub. İlk təhsilini də elə Muxaq kəndində alıb. Sonradan Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinə daxil olub. İxtisasca kinoşünası idi. Oxuduğu dövrlərdə kino sahəsində təhsil almasına baxmayaraq ədəbiyyata maraq göstərməyə başlayır. Elə tələbəlik illərindən hekayələri və povestləri müxtəlif ədəbi orqanlarda çap olunur. Universiteti bitirdikdən sonra Pərviz Yusif ədəbiyyat sahəsində fəaliyyətini davam etdirir. Əsərləri Ukrayna, Polyak, Rus və Gürcü dillərinə tərcümə olunur. ...2004-cü ildə ilin ən yaxşı nasiri nominasiyasında Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülür. Azərbaycan Yazıçılar Birliyinin üzvü olur. Eyni zamanda kanalların birində rejissor kimi fəaliyyət göstərir və ömrünün sonuna dək orada çalışır. Pərvizin xoş xasiyyəti, işgüzarlığı, hər kəsi anlamaq və qayğı göstərmək bacarığı, böyük ürəyi ona hamının sevgisini qazandırmışdı. Bugün studiyamıza Pərviz Yusifin çox əziz dostlarını dəvət etmişik. İlk əvvəl sizə bizim sevimli diktorumuz, əməkdar artist, Azərbaycan Televiziya və Radio Verişləri Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimovu təqdim edirik. Xoş gəlmisiniz Rafiq müəllim. Çox sağ olun, təşəkkür edirəm. Rafiq müəllim, bugün mərhum yazıçımız Pərviz Yusifi anırıq. O bizim hər birimizin sevimli dostu olub və Azərbaycan ədəbiyyatında da çox az ömründə 35 yaş ömür yaşasa da çox böyük iz qoyub getmiş bir yazıçımızdır və kinoşünasımızdır. Mən istərdim ki, onun bugün çox yaxın dostlarına müsahibə götürdüm və bilirəm ki, siz də o dostların sırasındasınız və hətta onun Qum Kəndir kitabında tez-tez sizin adınız çəkilir. Səlim Babulluoğlunun, Vəli Əkbərin sizin adlarınız çox tez-tez çəkilir. Onun o kiçik aforizmlərində yer tapmısınız və mən bilirəm ki, mərhum yazıcımız Pərviz Yusifin ürəyində də, həyatında da böyük rol oynamış bir dost olmusunuz. İstərdim ki, xatirələrinizi danışasınız onun haqqında. Əvvəla onu deyim ki, çox cavan getdi, 35 yaş. Pərvizlə mən Yazıçılar Birliyində tanış olmuşdum, Səlim Babulluoğlunun otağında. Onlar daha yaxın dost idilər.
və biz bir-birimizlə həmişə Səlimlə, bütün dostlarla bir-birimizi tanış eləyərdik, əhatə geniş olardı. O cümlədən Pərvizlə tanış oldum. Sonra həyat elə gətirdi ki, mən 2006-2007-ci illərdə 1 il 4 ay Lider televiziyasında aparıcıların nitqi ilə məşğul oldum. Pərviz də o zaman orada çalışırdı. Daha sıx oldu ünsiyyətimiz. Pərviz istedadlı adamı idi. Özünə məxsus, dəstxətli üslubu olan adamı idi. Düşüncəsi ilə fərqli idi. Maneraları ilə. Bilirsiniz, mən bəzən müşahidələrimdən bəlkə bu qənaətə gəlmişəm. Çox kök adamlar həmişə xeyirxah olurlar. Pərvizə də hərdən deyərdim ki, bu boyda adam hökmən xeyirxah olmalıdır da. Onun yaxşı yazıları vardı. Sonra o yazılar çevrildi Qum Kəndir adında kitabçaya. O kitabça deyəndə nazik kitab. Hardasa bir 150-200 səhifəlik bir kitabdır. Amma çox maraqlı idi, oxunaqlı idi. Ona görə ki, əvvəla qısa yazırdı. Sanki bax bu dövrün, bu hövsələsiz dinləyicinin, tamaşaçının, oxucunun dövrü üçün yazılmış bir kitabdır, amma tutumlu idi. Və qısa yazmaq ümumiyyətlə istedadlı adamların şakəridir. Hər adama nəsib olmur. Televiziya dilini yaxşı bilirdi, kino dilini yaxşı bilirdi və onu özünə məxsus şəkildə, bayaq siz qeyd elədiyiniz kimi, bir kitaba çevirdi. Valideynlərin tanıyırdıq, evlərində olmuşduq. Sonra onun yas mərasiminə gedəsi olduq. Qarlı bir gün idi. Bundan əvvəlsə bir gün nə üçünsə xatırladım, icazənizlə onu da deyim. Lider televiziyasının həyətində gəzirdik. O da kimlənsə telefonla danışırdı. Bir sevinç həyəcanı vardı. Danışdı. Biz də ora-bura var-gəl eləyirik. Birdən çöndü ki, mənim qızım oldu. Sən bir ad deyə bilərsən? Mən dedim ki, Pərviz, çox xoş deyirəm bu adı. Qızım olsa bu adı qoyardım, amma sən məmnuniyyətlə bunu deyirəm. Banu. Elə həmin dəqiqə zəng elədi ki, qızın adını Banu qoyduq. Bunu da xatırlayıram. 3 gözəl balası, bir-birindən yaraşıqlı, gözəl qız övladı. Allah evladlarının bəxtini yaxşı eləsin. Dediyim kimi gözəl balaları var. Pərvizi xeyirxahlıq yumağı adlandırardım. Allah rəhmət eləsin. Pərviz həm də kinoşünas idi ixtisasca, amma müsahibələrin birində deyir ki, mən ədəbiyyatı çox sevirəm. Çünki ədəbiyyat mənə özümü dərk etməyi öyrədir. Və mən bilirəm ki, siz də ədəbiyyat adamısınız, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz, esseləriniz, yazılarınız dərc olunur. Mənə maraqlıdır ki, o dövrdə ədəbiyyat söhbətləri edirdinizmi Pərvizlə? Ən müxtəlif mövzularda söhbətimiz olurdu. Bu olsun televiziya, bu olsun kino, bu olsun ədəbiyyat, yəni ən müxtəlif sahələrdə. Biz çay içəndə, hər hansı masa məclislərində oturanda adətən elə bu şeylərdən danışardıq və müzakirələr eləyərdik. Bu, yəni adi iş qaydası idi əslində bizim üçün və normal. O baxımdan ki, bir-birimizdən nəsə əxs eləyirdik, bir-birimizə nəyisə ötürürdük, istər-istəməz bir-birimizdən öyrənirdik. O mənə çox böyük hörmətlə yanaşırdı, necə deyərlər, və əlbəttə qarşılıqlı olaraq mən də ona o cür münasibət bəsləyirdim. Yəni insan xoş münasibətdə olduğu adamla necə ünsiyyət qurursa, bax bu cür olurdu. Sizə deyim ki, oxumağı çox sevərdi. Geniş oxu dairəsi vardı. Dediyim kimi özünə məxsus da yanaşması vardı. Ümumiyyətlə mən adamlarda o özünə məxsusluğu çox bəyənirəm. İndividuallığı, fərdiliyi, üslubu, bəli. Özünə məxsus gülüşü vardı. İndiyə qədər xatırlayıram. Çox xeyirxah adam idi. Müsbət adam idi. Bəlkə də elə ona görə belə deyək, daha tez dünyasını dəyişdi. Çox sağ olun. Nəsir xanım, mən də sizə dərindən minnətdarlığımı bildirirəm ki, Pərviz Yusifi bu günləri xatırladınız, bizi apardınız o illərə və onun ruhu şad olsun. Siz də sağ olun ki, belə bir nəcib proqrama imza atırsınız. Çox sağ olun. Çox sağ olun. Ədəbi yaddaş. Sədaqətli dostlarından biri də bugün bizim studiyamızın qonağıdır. Yazıcı, jurnalist, publisist Vəli Əkbər, Azərbaycan Televiziya və Radio Verişləri Qapalı Səhmdar Cəmiyyətinin informasiya proqramları studiyasının direktoru. Vəli müəllim, xoş gəlmisiniz studiyamıza. Təşəkkür edirəm Ayşəl xanım. Bir can dostum haqqında danışmaq bugün mənim Pərviz Yusifin
xatirəsinə əsas olmuş verilişə dəvət elədiyinizə görə təşəkkürümü bildirirəm. Pərviz haqqında danışmaq həmişə Pərvizin özü kimi təbii və sadə və çox sevimlidir. Çünki Pərviz mənim bu günə qədər həyatımdan gəlib keçmiş ən sədaqətli, ən səmimi dostlardan biri idi. Bizim onunla tanışlığımız təxminən 98-ci, 99-cu illərə təsadüf edir. O vaxtı mən Rezidans qəzetinin baş redaktoru idim. Pərvizdə gənc yazarlar kimi tez-tez çoxlu yazarlar müraciət edirdi. Biz qəzetdə ədəbiyyat səhifələri dərc edirdik. Pərviz Yusif də həmin o vaxtı bugün artıq məşhur tanıdığınız Səlim Babulluoğlu kimi, Salam Sarvan kimi bir çox yazıçılarla, şairlərlə birlikdə qəzetimizə gəlib gedərdilər və Pərviz də o ilk dəfə onu görəndə çox belə pozitiv aurası var idi. Çox belə bir səmimi ortam yarandı və mən ilk sual bildim. Sənin adın nədir? Deyirəm ki, bəs Vəli Əkbər. Deyib, adın mənasını bilirsən? Deyirəm, mən bilirəm. Sən böyük dostsan. Sən böyük dostsan və sənin adın tərcüməsi odur. Sən böyük dostsan. Və sonralar da həyatımızda bu dostluğumuz davam etdikcə həmişə o mənə ancaq bu şəkildə müraciət edirdi. Böyük dost belə müraciət edirdi. Sonradan biz onunla bərabər iş yoldaşı olduq. Lider telekanalında işlədik bir yerdə. Orada kinoman verilişini aparırdım. Mən də xəbərlərin direktoru idim orada. O zaman ciddi şəkildə yaradıcı ünsiyyətlərimiz də yarandı. Artıq dostluğumuz həm də tərəfdaş bir münasibətə çevrildi. Sonradan bizim redaksiya redaktor kimi keçdi və Pərvizlə biz uzun müddət çalışdıq. Çox gözəl aurası var idi. Onun yaradıcılığında da bu yansıyırdı və insan, mən ona adi deməzdim. Yəni çox sadə bir adam idi və sadəliyinin özündə də, yəni bu həyatını da bu cür yaşayırdı. Yaradıcılığı da o cür idi. Yəni adətən yaradıcı adamlarda bir müəyyən, bilirsiniz də, müəyyən kaprizlər olur. Həyatda bir cür olurlar, yaradıcılığında bir cür olurlar. Özləri dünya məsəl üçün çox deyək pozitiv mesajlar verirlər, bəzən xaraktercə uyğun gəlmirlər. Yazdıqları ilə uyğun gəlmirlər. Şəxsiyyətləri. Amma Pərvizin gözəl xüsusiyyətlərindən biri o idi ki, yaratdığı kimi idi. Özdə yaratdığı kimi idi. Yəni bütün varlığı ilə onu təmsil edirdi. Bizim onunla belə dostluğumuz, deyək ki, elə ilk gündən necə başladısa və son onunla bu həyatda vidalaşdığımız günə qədər o şəkildə davam elədi. Xatırlayıram, biz onu xəstəxanada yatırdı. Getmişdim yanına. Deyirəm, neynirsən sən? Zarafat edirsən? Dedi, yox, bir balaca fasilə götürmüşəm. Birazdan qayıdacam, birazdan hər şey yaxşı olacaq. Təəssüf ki, pis xəbərini eşitdi və hər dəfə də onu xatırlayanda kövrəlmə bilmirəm. Çünki Pərviz özü olan adam idi. Yəni, həm də çox pozitiv insan idi. Yəni, son dəqiqədə biz ona nur topu deyirdik. Yəni o həm fizioloji görünüşü ilə, həm o bütün fiziki görünüşü ilə birlikdə biz ona nur topu deyirdik. Deyirdik ki, və çox maraqlı idi. Bax, işdə də elə idi. Onun ilk kitabı Qum Kəndir kitabı, elə tək kitabı idi. O ikinci kitab dünyasını dəyişəndən sonra çap olundu. Və o Qum Kəndirdə həmən o söz var. Yazıb, mənim yaxın dostum, əziz dostum Vəli Əkbər. Sonra tire qoyub, yazıb ki, ərəbcədən tərcümədə böyük dost. Mənə çox maraqlı gəldi və onun sizə yanaşması, ümumiyyətlə bütün dostlarına, bayaq Səlim müəllimin adını çəkdi, Rafiq Həşimovun, onun bütün dostlarına olan yanaşması həmişə unudulmaqdan qorxurdu. Həmişə yaddaşda qalmaq istəyirdi. Biz onunla çox söhbətlər edirdik və çox qəribədir ki, onun yazdığı Qum Kəndir, orada olan hər bir aforizm böyük bir romanın mövzusudur. Yəni onlar bəlkə də böyük bir romanlara çevrilə biləcək mövzulardır. Hər biri düşündürür və doğrudan da özündən sonra elə bir Allah tərəfindən ya özünün xislətindən o həmən o yazını qoyub çıxıb getdi ki, hər dəfə onu oxuyanda biz bir başqa bir əsərlər bizim gözümüzün önündə açılır. Və siz onun yaradıcılığı barədə danışa bilərsiniz. Ayşə xanım, yəni o yaradıcılığında da özü idi. Bütün havası ilə, bütün ruhu ilə, bütün keşməkeşi ilə, keçmişi ilə o özü idi. Bütün siz o Qum Kəndir dediniz, təsəvvür edirsiniz. O Qum Kəndir kitabını mənə təqdim edəndə mənim heç xəbərim yox idi ki, məsələn, Pərviz artıq kitabını hazırlayır və çox mütəvazi adam olduğuna görə heç vaxt heç kimə əziyyət verməzdi. Hansı əziyyətlərini o kitabı ortaya gətirirdi. Onu gətirib təqdim elədi, böyük dost, kitabım çıxıb. Belə gətirdi, təqdim elədi və dedi, sənin haqqında yazmışam orada. Orada mənim başıma gələn bir hadisə var. Bir Pritçafason bir deyək ki, belə bir şey yazıb orada. Bəli, orada
onu da qeyd eləmişdi və çox maraqlı idi ki, o həmin kitabdakı digər bölümlərdə, digər deyək ki, piriçalarda, yazılarda, qeydlərində çox maraqlı həm də aforizmlər var idi. Bəli. Mən onun ilk dəfə şeylərini dərc eləyəndə, Rezonans qəzetində bir söhbət edəndə belə bir qəlbimin narahatlığını hiss edirdim. Bu axırı da başa düşdün. Bu başa düşdündən nə demək istəyirəm burada? Deyirəm, əlbəttə başa düşməzdim. Burada nə problem? Niyə sən izahatını verəsən hər şeyin? Yazandan sonra izahatını verməli deyilsən. Qoy oxucu səni oxusun, arxasına özü fikirləşsin. Və deyirdim ki, qardaş, bilirsən bu nədir? Deyirəm ki, nədir? Deyir ki, bu ağ şeirlər deyil qardaş. Bu ağ şeirlər. Deyirəm, Pərviz, sən bunu deməsən də, sənin ruhun biz onu yansıdır. Çağırış idi. O balaca aforizmlərin özü, o pritçaların özü çağırış idi. Tanrını sevin. Məndən əvvəl, səndən əvvəl, çevrəndən əvvəl öncə Tanrını sevin. Şükür eləyin ətrafımızda yaratdıqlarımıza. Qəlbi bir çağırış var idi. Yəni deyək ki, bu çağırış müxtəlif səmavi kitablarda, müxtəlif deyək ki, hədislərdə, yaxud da ki, təsvirlərdə bu çağırışlar var. Amma Pərvizdə özünə məxsus bir şeydir. Pərvizdə yəni bunu müasir, modern formada eləyə bilirdi. Mən onun evində də oldum Zaqatalada və onun ailə üzvlərinə olan qayğısı tamamilə mən başa düşdüm ki, Pərviz heç uşaq olmayıb. Pərviz elə kiçik yaşlarından hamının qayğısını çəkən. Mən onu demək istirdim. Mən daha bu şəkildə onu formülə eləyərdim ki, Pərviz həm də sülh adamı idi. Əmin edirəm ki, və onu tanıyan digər dostlar da Pərviz Yusif deyən kimi üzlərdə təbəssüm qonur. İnsan bizi çoxdan tərk edib gedibdi. Energetikası yaşayır. Bizimlə bərabər yürüyür. Bəli. Demək görün nə qədər Allahın sevimli bəndəsi idi ki, hələ də enerjisi bizlə bərabərdir. Onun bu qum kəndiri bəlkə deyim sizə ki 50 versiyada çap eləmək olar. Yeni texnologiyalara uyğunlaşdırıb da, o süni intellekti də uyğunlaşdırıb çap etmək olar və bu günün sabahın yazısıdır. Və bu cür yazıçılar çox az, nadir hallarda gəlir. Bizim klassiklərimizdən də ədəbiyyatımıza gəlib və onların ola bilər ki bu qədər qarışıq dövrü deyildi deyə təbliğatı gözəl gedib. Amma Pərviz Yusifin təbliğatı da getmir, amma onun çox gözəl ədəbi nümunələri var. Və bunu ikinci dəfə, üçüncü dəfə nəşr etməklə elə bir ki, biz onu daha da çox yaşatmalıyıq. Pərvizi ötürmək lazımdır. Pərvizi yeni gələn nəslə, yeni gələn yaradıcı insanlara da onun yaradıcılığından bəzi nümunələri ötürmək lazımdır. Çünki Pərvizin başladığı o bayaq dediyiniz bir roman qədər olan balaca bir hekayəsi, bir roman qədər olan bir aforizmlər filan da bunlar yatır. Bu nüvədir. Və mənə gəlir ki, oradan faydalanan insanlar olacaq. Çox böyük bir mesajdır, bəli. Və mən sizə təşəkkür edirəm, Vəli müəllim, bu dəyərli vaxtınızı bizə ayırdınız və çox gözəldir Pərvizin dostları ilə danışmaq, söhbət etmək hər dəfə. Sizə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun Ayşəl xanım. Mən də sizə təşəkkür edirəm ki, dəvət eləmisiniz ki, dostum haqqında söz demək imkanım olsun. Pərviz haqqında çox şeylər danışa bilərdim də, amma Pərviz haqqında danışanda və sizə bayaq dediyim kimi sadəcə ürəyimə bir isti hava yayılır. Onun ikinci kitabının da adı Bir Sevginin Tarixçəsidir və biz onu anasına həsr etdik Leyla xanıma. Çünki doğrudan da Pərviz bizim üçün bir sevgi tarixçəsidir sanki. Təşəkkür edirəm. Pərviz unudulmayan insandır, unudulmayacaq. Biz varıq, Pərviz də var. Çox sağ olun. Mən hara baxdım, hər yerdə səni gördüm. Bulvara çıxdım, Xəzərdə səni gördüm. Başladı Xəzrin, gilavar əsti yenəm. Bir məktub yazdım, dostum mən sənəm. Ay əziz dostum, gəncliyim mənim, hardasan gəl. Sən yoxsan itib dincliyim mənim, hardasan gəl. Hər dərdə qənim, ay dostum mənim, hardasan gəl. Sən qürbətdən qayıt gəl. Yığışır dostlar, görünür sənin yerin. Aranı kəsib dənizlər dərin, dərin. Bax gəlir payız, Bakıya yağış yağır. Gözlərim səni gəzir, axtarır. Harda olsan da sən,
Könlümdə yaşarsan, qürbətdə qalan əbədi bir baharsan. Təsəllim budur, ay əziz dostum mənim. Nə yaxşı bu dünyada sən varsan. Ay əziz dostum, gəncliyim mənim, hardasan gəl. Sən yoxsan itib dincliyim mənim, hardasan gəl. Hər dərdə qənim, ay dostum mənim, hardasan gəl. Sən qürbətdən qayıt gəl. Ay əziz dostum, gəncliyim mənim, hardasan gəl. Sən yoxsan itib dincliyim mənim, hardasan gəl. Hər dərdə qənim, ay dostum mənim, hardasan gəl. Sən qürbətdən qayıt gəl. Bir şənbə söhbətlərinin də belə sonuna gəldik. Bugün mərhum yazıcımız Pərviz Yusifi yada saldıq. Birgə onun yaradıcılıq və dostluq aləminin qonağı olduq. Sehrinə düşdük. Verilişi sizin üçün mən, Aysel Fikrət, rejissor Anar Məmmədov və səs operatoru Reyhanə Mirzəyeva hazırladı. Ədəbiyyatla qalın, əziz dinləyicilərim. Gördüyün Bakı dəyişib sənsiz olub. Çağlayan Xəzər bir sakit dəniz olub. İçəri şəhər Targov yetim qalıb. Məhlədəki tut ağacı saralıb, solub. Ay əziz dostum, gəncliyim mənim, hardasan gəl. Sən yoxsan